عن عبد الله بن مسعود رضي الله عنه قال حدثنا رسول الله صلى الله عليه وسلم وهو الصادق المصدوق. Abdullah ibn Məsud radiyallahu anhu nəql edir, deyir ki, sadiq, yəni doğru danışan və məsduq, yəni doğruluğa Allah tərəfindən təsdiqlənmiş Allah Rasulü sallallahu aleyhi və səlləm bizə xəbər verdi ki, İnnə əhədəkum yücma'u xalquhu fi batni ummihi 40 yevmən nutfə. Sizlərdən hər kəs anasının bətnində xəlq olunarkən 40 gün nütfə halında olur. Thumma yakunu alaqatan mislə zalik. Və sonra eyni ilə bu cür qan laxtası halında olur. Thumma yakunu mudğatan mislə zalik. Sonra eyni ilə bu cür ət parçası halında olur. Thumma yursilullahu ileyhil mələk. Sonra Allah ona bir mələk göndərir. Fəyanfuxu fihi ruh. Və ona ruh üfləyir. Və yu'maru bi arba'i kəlimət və 4 şeyi yazmaqla əmr edilir. Həmin mələk. Bi kətbi rizqihi və əməlihi və əcəlihi və şəqiyyin əv səid. Həmin uşağın ruzusu, onun əməli, onun əcəli, bir də xoşbəxt və ya bədbəxt olacağı. Fəvəlləzi la ilahə qayru. Özündən başqa haqq məbud olmayana Allaha and olsun ki, İnnə əhədəkum lə ya'mal bi əməli əhlil cənnə həttə mə yəkunu beynəhu və beynəhə illə zira. Sizlərdən bir kəs ömrü boyunca cənnət əhlinin əməlini edər və nəhayət onunla cənnət arasında bir dirsək məsafə qalar. Fəyəsbiqu aleyhil kitab və əzəldən yazılmış qədəri, kitabı onu qabaqlayar. Fəyə'məl bi əməli əhlin nar fəyədxuluhə. Və beləcə cəhənnəm əhlinin əməlini işləyər və cəhənnəmə daxil olar. Və innə əhədəkum lə ya'məlu bi əməli əhlin nar həttə mə yəkunu beynəhu və beynəhə illə zira' fəyəsbiqu aleyhil kitab fəyə'məl bi əməli əhlil cənnə fəyədxuluhə. Bir də bunun əksi. Yəni sizlərdən bir kəs cəhənnəm əhlinin əməlini edə və bütün ömrü boyunca və onunla hətta cəhənnəm arasında bir dirsək məsafə qalar və kitabı onu qabaqlayar və beləcə cənnət əhlinin əməlini işləyər və cənnətə daxil olar. Ravahul Buxari və Müslim. Hədisi İmam Buxari və Müslim ittifaqla rəvat ediblər.